2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun keçirdiyi bir günlük antiterror tədbirləri xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Rəşadətli ordumuz qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıq, dəmir iradə və fədakarlıqla yerinə yetirdi. Bugün üçrəngli bayrağımız artıq yalnız torpağımızda deyil, ürəklərimizdə də daha ucalarda dalğalanır. Tam suverenliyimizin bərpasında öz dəstək xətti olan hərbiçilərimizdən biri də Aslanov Sahil Əhlimanoğludur. O 1996-cı il noyabrın 1-də Şabran rayonunun Dağbilçi kəndində anadan olub. 2003-cü ildə Şabran rayonunun Dağbilçi kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra Sahil Aslanov hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayıb. O, 2-ci Qarabağ müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sahil Aslanov torpaqların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə cəsur döyüşçü və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Sahil Aslanov həmçinin 2023-cü ildə antiterror əməliyyatlarında böyük şücaətlər göstərib. Antiterror əməliyyatları zamanı Xankəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olur. Sahil Aslanov Şabran rayonu Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib. Sahil Aslanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir.